Salam, mənim adım Annadır, mən trans qadınam. Bu videonu çəkirəm çünki bəlkə də kimsə bu an eyni qorxunu, eyni hissləri yaşayır. Mən hormonal tədaviyə başlayarkən çoxlu suallar vardı və çox məlumat lazım idi və mən bu məlumatları toplamaq üçün çox çətinliklər çəkirdim. Bəlkə də indi mənim bu sözlərim bir insana ümid verəcək. Elə mənə də zamanında belə bir səs lazım idi. Mən hormonlara başlama qərarını verəndə içimdə həm sevinç, həm qorxu, həm də çoxlu suallar var idi. Məsələn, hormonları istifadə etdikdə, bədənimdə dəyişiklik olanda ətrafımda, ailəm və yaxud insanlar bunu biləcəkmi, görəcəkmi? Bu haqda çox qorxu yaşayırdım. Suallarım var idi özümə və qərar verə bilmirdim. Öz bədənimi sevmirdim. Güzgəyə baxanda tanımadığım biri var idi orada. Amma içimdə bir qadın var idi və o qadını görmək istəyirdim. Və dediyim kimi, əvvəlcə çox çətin idi. Hara gedim, kimlə danışım, nə istifadə edim, nə qədər təhlükəlidir. Yəni, bir çox suallarım vardı. Və hər hormon qəbul etməyə başladıqdan sonra bunu gizlətməli olacaqmı, bunu məcbur olacaqmı bilirdim. Və amma sonra güc toplayıb hormonlardan anlayışı olan və istifadə edən translarla məsləhət aldım. Və nəhayət ki, ilk estrogenimi qəbul etdim. Sizə ilk hisslərimdən danışım. Həyatımda ilk dəfə sanki içimdəki ruh nəfəs aldı. Günlər keçdi, aylar keçdi, dərim dəyişdi, emosiyalarım dərinləşdi. Hisslərim daha yumşaq oldu. Sanki içimdəki qadın asta-asta oyandı və buradayam dedi. İlk dəfə sinəmin formalaşdığını hiss edəndə mən ağladım. Göz yaşlarımı saxlaya bilmədim. Çünki bu bir arzunun gerçəyə çevrilməsi idi. Özümü ilk dəfə özüm kimi hiss etməyə başladım. Bəzən hormonları Türkiyədən gətizdirirdim və onun Azərbaycana gəlib çıxmasını gözləyənədək, bəzən kimsə gələcəkmi, kimsə gətirəcəkmi, nə vaxt gələcək, kimdən göndərtdirim, nə qədər miqdarda almalıyam, finansal problemlər, bunlar hamısı mənə çətinlik yaşadırdı. Amma buna baxmayaraq çalışırdım ki, hormonlarımı vaxtında istifadə edim. Bir müddətdən sonra Türkiyəyə köçdüm. Türkiyədə artıq bunları aptekdən rahat bir şəkildə ala bildiyimə görə və bununla bağlı daha uyğun məlumatlar almaq üçün, daha bilgi almaq üçün həkimlər də vardı, hansılarla ki mən danışdım. Hətta bir tanıdığım həkim var idi, onun evinə gedirdim, o özü mənə iynələrlə hormonları vururdu və bir çox şeyləri anlatırdı. Və hal-hazırda Hollandaya köçdüm və Hollandada da təbii ki öz hormonal terapiyamı davam etdirirəm. Burada bununla daha asandır, çünki dövlət sənə bununla bağlı qayğı göstərir, hormonları sığorta tərəfindən verilir, yəni heç bir ödəniş etmirsiniz və sizi təbii ki Hender klinikasına yazırlar. Orada sizin əməliyyatlarınızla məşğul olurlar və hormonal müalicənizin necə getdiyinə tez-tez maraqlanırlar. Yəni, əsas odur ki, testosteronu bloklaşdırmaq və qadın hormonu olan estradioldan istifadə etməkdir. Estradiol bir neçə şəkildə olur. İynə şəklində, dərman şəklində, gel şəklində və yaxud plasterlər kimi olur. Hal-hazırda mənim istifadə etdiyim estradiol plaster şəklindədir. Mən plasteri yapışdırıram və hardasa 3 gün, 4 gün bu plasterlə gəzə bilirəm. Və hər dəfə qopardıb dəyişirəm. Onu da demək istəyirəm ki, bu yol asan bir yol deyil. Bəzən bədən ağrıyır, bəzən ruh, amma bu yol mənim gerçəkliyimə, qadınlığıma, yaşam haqqıma gedən yoldur. Və mən bu yolda tək olmadığımı bilirdim və başqa bir trans qadınlar da bu yolu getdiyini bilirdim və bunlar mənə həvəs və güc verirdi. Əgər sən də bu videonu izləyirsənsə və oxşar bir yoldasansa qorxma. Sən güclüsən, sən haqlısan və sən də gözəl olacaqsan. Çünki trans olmaq xəstəlik deyil. Bu yaşamaq istəyidir. Mən də buradayam, sən də tək deyilsən, biz varıq. Bir trans dostumun dediyi kimi, gözəllər var.